Hər kəsə salam. Bu gün sizlərlə Vüsət Əzizov Sınaqlar Toplusu kitabından 3-cü mövzunun izahına baxırıq. Elə isə vaxt itirmədən başlayaq birinci sualdan. Deyir, Emin hansı qiymətinə çoxaddisin vuruqlarından biri 5,4 olar? Çoxaddin vuruqlarından birini verilibsə, həmin vuruğu sıfıra çevirən qiymət həmin ifadəni, yəni çoxaddini də sıfıra çevirir. Yəni burada yazacaq B üstü gəlsin 4 bərabər 0, B bərabərdir -4. Yəni burada B-nin yerinə -4 qoyanda bu ifadə sıfıra çevrilir. B-nin yerinə -4 qoysaq B kvadratı verib, -4-ün kvadratı eləyir 16. 16 çıxılsın. B -4-dür. -4, -nə eləyir? Müsbət. Yazıram bura 4, M çıxılsın 3, çıxılsın 8 bərabərdir 0. 16 çıxılsın. Bunu buna vursam 4M. Burada üstəcə olacaq. Çünki --nin müsbətidir. Burada -4'dür. Burada mənfi var. Ona görə. 4M çıxılsın 12. Çıxılsın 8 bərabərdir 0. Burada 4M'dir. 4M bərabərdir. 16'dan 12'sini çıxanda 4. 4'dən 8'ini çıxanda -4. -4 bərabərliyin sağ tərəfinə keçdiyinə görə olur müsbət 4. M də bərabərdir 1'ə. Cavab olur C variantı. Gəlirəm ikinci suala. Deyir, ifadəsini sadələşdirin. Bunu sadələşdirmək üçün x üstü 2 üstü 5, 2'ni 5'ə vuracam, eləyəcək 10. X üstü 10. Vurulsun y üstü 3'ü 2'yə vuranda eləyəcək 6. Bölünsün x üstü 3'ü 3'ə vuranda 9. Vurulsun y üstü 2'ni 3'ə vuranda 6. Y üstü 6'lar gedir böləndə. Çünki y üstü 6'dan 6'nı y üstü 6'ya böləndə 6 ilə 6 çıxanda 0 edir, deyir 1 gedir. X üstü 10 da x üstü 9'a böləndə qüvvət üstləri çıxılır. Ondan 9 çıxanda 1. Yəni x üstü 1, o da x olur. A variantı. Gəlirəm 3-cü suala. Bu sualda bizə deyir ki, ifadəsinin qiymətini tapın. Deməli, burada x1, x2 çıxardıram mövcud xaricinə. x1, x2. Birincidə qalır nə? x2, çünki x2'nin kvadratı. Üstəgəl ikincidə qalır x1, çünki x1'in kvadratı. Bərabərdir. x1 vursun x2'nin yerinə yazacağım 3. Vurulsun. x1 sürəcənsin x2'nin yerinə yazacağım 4. Eləyəcək nə? 12. Yəni A variantı. Getirəm 4-cü suala. Deyir, bərabərliyin ödəyim P-ni tapın. Bu 14 üstü P-dir də. 2 vurulsun 14 üstü P. Çünki 2 dənədir. Bölünsün. Burada 4'dən oluna görə 4 vurulsun 7 üstü P. 2 ilə 4 gedir. Burada qalır 2. Burada qalır 1. Bərabərdir 32'ye. Belə çarpaz vursam 14 üstü P bərabərdir. 2 32'ye vuranda 64 vurulsun 7 üstü P. 64 vurulsun 7 üstü P. Deməli sonra 14 üstü P'ni də mən belə yaza bilərdim. 2 üstü P vurulsun 7 üstü P. Çünki 14 üstü P'dir. Bərabərdir 64 vurulsun 7 üstü P. Burada üstləri, yəni qüvvətləri eyni olanda əsasları vururuq ona görə. 7 üstü P ilə 7 üstü P gedir. Olur 2 üstü P bərabərdir 64. 64'ün yerinə 2 üstü 6 yazacağım. P də bərabərdir 6. O da olacaq B variantı. Sonra gəlirəm 5-ci suala. Deyir, ifadəsinin qiymətini tapın. Deməli, ilk öncə biz burada nə qarmalıyıq? 6x-i keçirməliyik bu tərəfə. X kvadratı üstə gəlsin 7 bərabərdir 6x. Hər tərəfin x-ə bölməliyəm. Olacaq x üstə gəlsin 7 bölünsün x bərabərdir 6. İndi kvadratı yüksəltməliyəm. Yəni hər tərəfin kvadratı belə. X kvadrat üstə gəlsin 49 bölünsün x kvadratı üstə gəlinsin. Bir-birinə vurub 2'yə vurduq, axı o da var. Bir-birinə vuranda elə açıq yazaq. Yəni 2 vurulsun, x vurulsun, 7 bölünsün x. Bərabərdir 6'ın kvadratı, yəni 36. X-dən bu gedir, qalır x kvadratı üstə gəlsin 49 bölünsün. Üstə gəlinsin 49 bölünsün x kvadratı bərabərdir. 36'dan da 2'ni də vururam 7'yə eləyir 14. 36'dan da 14'ün çıxanda 22. Elə bizdən də bunu soruşurdu. 22 o da D variantı. Sonra gəlim 6-cı suala. Deyir, ABC üçbucağında D'yi AS'yə perpendikulyardır. Yəni 90 dərəcə.
BAC 63 dərəcədir. YDC 25 dərəcə olarsa CBA-nı tapın. CBA, bax bizdən buranı soruşur. Alfa. Deməli, ilk öncə biz nə qarmalıyıq? Bu üçbucaqdan, bax bu üçbucaqdan. Bu necə üçbucaqdır? Düz bucaqlı üçbucaq, eləmi? Bu düz bucaqlı üçbucaqdır. Bura 90 dərəcə. Bura 90, bura 63. Düz bucaqlı üçbucaqda iki iti bucağın cəmi 90 dərəcəyə bərabərdir. Yəni ki, bura bir dənə x desəm, x üstə gəlsin 63 bərabərdir 90-a, x də bərabərdir 90-a 63-ün çıxanda 17. 17 yox. 27. Bura oldu 27 dərəcə. Bura 27 isə bura qarşılıqlı bucaq olduğuna görə bura da 27-dir. Bura 27-dir, bura 25-dir. Biz bilirdik ki, bir üst bucağın iki daxili bucağının cəmi ona qoşulmaya üçüncü xarici bucağa bərabərdir. Yəni alfa bərabərdir 25 üstə gəlsin 27, o da bərabərdir 52. Yəni C variantı. Sonra gələm 7-ci suala. Deyir ki, B-ni tapın. Deməli, burada 11 üstü A vurulsun, 11 üstü B. Bir də belə bir şeylər verir. İlk öncə buradan ağarmaq olar, ona baxıram. Əsaslar eynidir. Məxrəcə məsəl üçün 11 üstü A çıxılsın B-ni mən belə yaza bilərəm də 11 üstü A bölünsün 11 üstü B. Belə yazmaq olur. İndi sürət olduğu kimi yazacağım. 11 üstü A vurulsun, 11 üstü B vurulsun. Böləndə tərsinə çevrilmirdi bu. İndi tərsinə çevirəcəm. 11 üstü B, 11 üstü A. 11 üstü A'lar getdi. Təbii ki, bu da bərabərdir 121-ə. 2 vurulsun, 2 dənə də. Yox, toplayanda olurdu. 11 üstü B vurulsun, 11 üstü B bərabərdir 121-ə. Bunlar da vuranda deməli. Aha. Bunlar da vuranda eləyir 121 üstü B. Çünki biz bunu belə yazırıq da 11 vurulsun 11 üstü B. O da eləyir bərabərdir 121-ə. 121 üstü B bərabərdir 121-ə. B də bərabərdir 1-ə. O da eləyir Y variantı. 8-ci sualda bunu A üstü gəlsin 1-ə vurub həm də böləcəm bu ifadəni. A üstü gəlsin 1-ə. Bununla bu gedir, qalır A kvadrat çıxılsın 1. Bununla bu gedir A üstü 4 üstə gəl çıxılsın 1. Bundan bu A üstü 8 çıxılsın 1. Bundan da bu olur nə? A üstü 16 çıxılsın 1 bölünsün. A üstü gəlsin 1 çıxılsın 13-də A üstü 16. O da bərabərdir. A-nın yerinə 12 yazanda alınır. Buradan alınır 13. Burada 12 üstü 16 çıx 1 çıx. 12 üstü 16 bu da 10 üstü 10'da bərabərdir. Bundan bu gedir mənfi 13-də 1. O da eləyir B variantı. 9-a. Deyir, çoxadlı olarsa eyni ala biləcək qiymətlər cəmini tapın. Deməli, eyni ala biləcək qiymətlər cəmi soruşur bizdən. Yəni ki, bu çoxadlı isə bunun üstü nə kəsir ola bilməz, nə də mənfi ədəd ola bilməz. Yəni, ona görə də n üstə gəlsin 24 bölünsün n. Bunu 1 üstə gəlsin 24 bölünsün n kimi yaza bilirəm. Çünki hər tərəfin böləndə. Sonra, bu da eyni də yerinə hansı ədədlər ola bilər? 1 ola bilər, 2 ola bilər, 3, 4, 6, 8, 8, 12, 24. 24. 24 ola bilməz, çünki ondan çıxanda mənfi alınır, 12 də ola bilməz. 6 üstə 8 gələndə 14, üstünə 4 gələndə 18, üstünə 3 gələndə 21, üstünə 2 gələndə 23, üstünə 1 gələndə 24. O da eləyir C variantı. Sonra gəlirik 10-cu suala. Onda deyir ki, tənliyin kökündən 10 vahid böyük olan ədəd tapın. Demək, birinci bu kökünü tapacağım. Bunu çarpaz vuracağım. 15 üstə gəlsin x bərabərdir 5, 4-ə vuranda 20, x də bərabərdir 20 çıxılsın 15, yəni 5.
10 vayd böyük ədəddə 10 üstə gəlsin 5 də bərabərdir 15. Yəni A variantı. Yəni bu asandır. 11-də deyir ki, ədədə hansı iki tam ədəd arasında yerləşir? Deməli, 4-də 99-dur. 4-cü ədədin 99-dur. Bundan kök nə çıxır? 3 üstü 4 eləyir 81. 4 üstü 4 256. 3 tam neçədir bu? 3 tam məsəl üçün 3 tam onda 3. Hansı iki tam ədədlər arasında 3-dən 4-dür. Yəni B variantı. Sonra gəlirəm 12-ci suala. Deyir, tənliyin kökləri fərqi 6 olarsa köyünü tapın. Yəni x1 çıxılsın x2 bərabərdir 6-dır. x1 üstə gəlsin x2 nədir burada? Gör ki 10-dur. Mənfisini götürməkdə. Yəni müsbət 10 olsaydı, üstə gələ 10x olsaydı mənfi 10 götürəcəkdik. Çıxılsın 10x-dir, mənfi 10. Yəni müsbət 10 götürürük. Burada tərəf-tərəfə toplayanda bunlar gedir. Biri mənfi, biri müsbət. Bu eləyir 2x1 bərabər. Bunu toplayanda 16, x1 də bərabər 8-ə. Künü soruşur bizdən x1 8 isə bu 8. 8 çıx x2 bərabər 6, x2 də bərabərdir 2. 2-ni də 8-ə vuranda, çünki q bərabərdir, x1 vurursun x2-dir. 2 vurursun 8 bərabərdir 16. Yəni C variantı. Sonra gələm 13-cü sual deyir, ifadəsinin qiymətini tapın. Deməli, burada nə qarmalıyıq biz? B kvadratı sürətin yerinə üstə gəl 1, B kubu üstə gəl 1 də. Buradan da B-ni çıxardacağım mötəz xaricinə. B-ni çıxardım nə qalır? B kvadratı. Yazım deyə. B kubu üstə gəl B. Bölünsün B kvadratı üstə gəlsin 1. Yəni yerin dəyişib yazdım. B kubunu qabağa gətirdim. Üstə gəl 1, B kubu üstə gəl B. Bu da bərabər sürətdə B kvadratı üstə gəl 1, üstə gəl. Bunun hər ikisinə B-ni çıxardıram. Olur B kvadratı üstə gəl 1. Bölünsün B kvadratı üstə gəl 1. Sonra sürətdə yenə B kvadratı üstə gəl 1 çıxardıram. Alınır. Burada 1 qalır. Burada 1 qalır. Burada da B qalır. 1 üstə gəl B. Bölünsün B kvadratı üstə gəl 1. B kvadratı üstə gəl 1-ə gedir. Qalır nə? 1 üstə gəlsin B. B-ni də burada nə verir bizə? 93. 93-ün də üstdən 1 gəlin eləyir 94. O da eləyir Y variantı. Sonra gəlirik 14-cü suala. 14-də deyək ki, ifadəsinin qiymətini tapın. Deməli, kökaltının içərisində mən nə yazaram? 15 çıx 12. 15 üstə gəlsin 12. 4-cü yazacam. Bölünsün. 25 çıxılsın 20. 25 üstə gəlsin 20. Bərabərdir. Bərabərdir. Sürətdə 4-cü. 25-dən 12-sini çıxanda 3 vurulsun. 15-in 12 gəlində 27. 2 pis oldu. 27 bölünsün. Kök altında 25-i 20-sini çıxanda 5 vurulsun. 25-in 20 gələndə 45. Bərabərdir. 3-ü 27-yə vuranda nə eləyir? 81. 4-ün üzərindən kök necə çıxır? 3. Çünki 3 üstü 4 81-dir də. Buradan kökə çıxacaq. 45-i 5 vursun 9 yazıram. 2 5-dən 5 çıxır. 9-dan da 3 çıxır. 3-də də qısa gedir. 5-də 1 o da eləyir nə? 0,2. Cavabı 0,2. Sonra gəlirik 15-ci suala. Deyir, tənliyini həll edin. Bu tənliyi, belə kökaltı tənlikləri həll eləmək üçün birinci, hər tərəfin kvadratı yüksəltməliyəm. Belə. Kvadratdan bu kök gedir. Nə qalır burada? 3x çıx 2 bərabərdir 25. 3x bərabərdir 27. X də bərabərdir 9. Bizdən də Elon soruşur. Cavab olur 9. Sonra gəlir 16-cı sual. Deyir, bərabər yanlı üçbucağın yan tərəfinə paralel olan orta xətt. Deməli, bir dənə bərabər yanlı üçbucaq çəkək. Yan tərəfinə paralel olan orta xətt 5-dir. 5-dirsə orta xətt, bu da olur 10. Üçbucağın perimetri 32 olarsa, bura 10-dursa, bura da 10-dur. 32 çıxılsın, 10 üstə gəlsin 10.
Bura məsəl üçün x yazacaq da. X bərabərdir. Çünki bərabərinizə bura 10-dursa, bura da 10-dur. Bizdən atracağını soruşur. O da bərabərdir. 32 çıxılsın 20. O da bərabərdir 12. Cavab oldu 12. 17-ci sualda deyək, həllinin kökləri cəmi tapın. Belə olanda hər birini ayrı-ayrıqda sıfıra bərabərləyəcəm. 5x tücənsin 4 bərabər 0. 5x bərabərdir mənfi 4. X də bərabərdir mənfi 0,8. 2 çıxılsın 8 bərabər 0. X də bərabər 8. 8-in də üstünə mənfi 0,8 gəldi edir 7,2. Bizdən də elə bunu soruşurdu. Gəlirəm 18-ci suala. 18-də deyir ki, çıxarıcısının dərəcəsi 7 olarsa m kvadrat çıxılsın n kvadratı ifadəsinin qiymətini tapın. Deməli. Burada biz x üstü 9 verib. Burada y üstü 8, z üstü 4, b üstü 7. Dərəcəsi 7-dirsə, bu bizə siz nə deməkdir? O deməkdir ki, dərəcəsi 7-dirsə, bax, bu da 0-a gedir, bu da 0-a gedir. Yəni 2m çıxılsın 14 bərabər 0, 2m bərabərdir 14, m bərabərdir 7. 5n çıxılsın 20 bərabər 0, 5m bərabərdir 20, n də bərabərdir 4. M kvadrat çıxılsın n kvadrat deyirsə, 7-nin kvadratı 49 çıxılsın 4-ün kvadratı 16. Bu da nə edir? 33. Bəs bizdən də bunu soruşur. Sonra gəlirik 19-cu suala. Deyək, tənin kökləri cəmini tapın. Bu modulda verəndə modul x çıxılsın 3 bərabərdir bir dəfə 5-ə, bir dəfə də modul x çıxılsın 3 bərabərdir mənfi 5 olur. Çünki mənfi 5-dən də moduldan da 5 çıxır, müsbət 5-dən də moduldan 5 çıxır. İndi burada modul x bərabərdir 8, bir dəfə də modul x bərabərdir mənfi 8-ə. Onda x olur plus minus 8, amma burada boş çoxluq. Onca da elə bunu silirəm. Çünki modda mənfi çıxa bilməz. Burada isə modulda x bərabərdir mənfi 2. Bu da ola bilmir. Cəmi soruşurdu. Mənfi 8 üstə gəlsin 8 bərabərdir 0. Cavab ola 0. 20-ci sualda deyir, ifadəsinin sadələşdirilməsindən alınan çox ədədin dərəcəsi 8 olarsa, m üstə gəlsin cəminin ən böyük qiymətini tapın. Deməli, sadələşdirməsi alınan çox ədədinin dərəcəsi 8 olarsa, m üstə gəlsin cəminin ən böyük qiymətini tapın. Deməli, bunu heç nə vuracaq çox ədəd kimi vuracaq 2 üstü 2a, b üstü n çıx 2a üstü m üstə gəl 1 üstə gəl 3b n üstə gəl 2 çıxılsın 3b kvadratı a üstü m. 8 m sürəsinin ən böyük qiyməti olması üçün m də ən böyük götürəcək, n də ən böyük götürəcək. 8 deyirsə bunun hamısını 8-ə çevirib. N üstə gəlsin 1 bərabər 8, m bərabər 7. Görək başqa n böyük ola bilər. Burada n bərabər 7. Burada n üstə gəlsin 2 bərabər 8, m bərabər 6. Yox, bizə böyük qiymət lazımdır. Burada isə m üstə gəlsin 2 bərabərdir 8, m də bərabərdir. Deməli, buradan alır 6. Bu da yox, bizə böyük qiymət lazımdır. Yəni, hər ikisi 7 olur. 7 də üstə gəlsin. Səhv eləmədik ki. 3b kvadratı m, bir də ki, çıxılsın 2a üstü m üstə gəlsin 1. Üstə gəlsin 3b kvadratı b üstü n üstə gəlir 2, çıxılsın 3b kvadratı a üstü m. Ən böyük qiymətini tapın. Burada hər ikisi n olsa, n 7 olsa 8, bu da 7 olsa 2a üstü 8. Eçinə 7-nin də üstünə 7 gələcəm, eləyəcək 14. Görək buradan səhv eləməmişik ki.
N üstə gəlsin 1 bərabər 8, n bərabərdir 7. 2a m üstə gəlsin 1, m üstə gəlsin 1 bərabər 8-ə, m bərabər 7. Necə? Sonra gəlin 21-ci suala. Deyir ki, MAB bucağın dərəcəsini tapın. AB BC-yə bərabərdir. AB BC-yə bərabərdir. CBD 110 dərəcə və bura 110-dursa, bura olur 70. Bura 70-də 180-dan çıxıram 70-in, qalır 140-a. Bura 110-dir. Ayda, bura 110-dur. 140 yox, 110 qalır. Qalır 110. 110'u burada bərabər yanlı olduğuna görə 110-sa bura 55, 55 yarı bölünür. Bizə nə soruşur? M, A, B. Bu da bununla bunun cəminə bərabər. 70 üstə gəlsin 55 bərabərdir 125. Bizdən bunu soruşur. Sonra gəlin 22-ci suala. Deyir ABC üçbucağında BD tənbölən çəkilmişdir. ABC üçbucağında BD tənböləni. Bura alfa, alfa. AB 15'dir, BC 21'dir, DC 7, ABC üçbucağında ABC üçbucağının perimetrini tapın. Bizden perimetrini soruşur. Deməli, tənbölən belə bir qaydası var. 15 bölünsün AD bərabərdir 21 bölünsün 7. 21'i 7'ye ixtisar edir. 3 vurulsun AD bərabərdir 15'ə. AD də bərabərdir 15 3'ə bölündü 5. Bizdən perimetri soruşur. Perimetr də bərabərdir 15'in üstü 21 gələndə 36, üstünə də 12 gələndə 48. Vəssalam. Gəlin 23-cü suala. Deyir ifadəsinin qiymətini tapın. Bunlar vuranda 25 çıxılsın. 2 kök altında 3'ün kvadratı nə eləyir? 12. Bu nə eləyir? 13. Sonra 13 çıxılsın. 6 vurulsun. Bu 2 tam 9'da 7'dir. Belə yazılanda. Bu da bərabər 9'da 25. Bu da kökdən nə çıxacaq? 3'də 5. 6 vurulsun 3'də 5. 3'ün 6 ixtisar edir 12. 13 çıxılsın. 2'ni 5'ə vuranda 10. 13'dən də 10 çıxanda 3. Vəssalam. Sonra gəldik 24-cü suala. Deyir, diaqramda çox ədəd əmsallar verir. Bu çox ədədini yazın və onun ən kiçik qiymətini tapın. A verilib 1. Olacaq x kvadratı üstə gəlsin. B verilib 4. 4x üstə gəlsin. C də 9'dur. C yerinə 9 yazacağım. Ən kiçik qiyməti n ilə tapılırdı. N bərabərdir. Düstur 4a çıxılsın. B kvadratı bölünsün 4a. N bərabərdir. 4 vurulsun A'nın yerinə 1, C'nin yerinə 9, çıxılsın B'nin yerinə 4. 4'ün kvadratı 16, 4 vurulsun 1. Bərabər 4, 9'um 36, 36'dan 16'sını çıxanda 20, 4'də 1'ə vuran 4. 20'nin də 4'ə bölündə 5. Ən kiçik qiymət oldu 5. 25-ci sualda deyir ki, A və B-nin tam ədəd olduğu mənimdir. Bunlar tam ədəddirsə, sürət məxrəci bölünməlidir. Onsuz da 2n kubudur, 5n kvadratdır, n'ə bölünür. Demək 12 n'ə bölünməlidir. Burada da 3'ün üstü 4'dür, 11n kvadratdır, n'ə bölünür. Demək 18 n'ə bölünməlidir. 12 hansı ədədlərə bölünür? 1'ə, 2'yə, 3'ə, 4'ə, 6'ya, 12'yə. 18 hansına bölünür? 1'ə, 2'yə, 3'ə, 6'ya, 9'a, bir də 18'ə. İndi baxaq görək. Elə bu A'dır, bu B'dir. İndi A'ya baxaq görək. A'da 2 var. Demək 2'ni çıxıram. 1 var, 1 də çıxacam. Altında yazıblar bura, 4 də yazıblar. Nə qalıb? 12 qalıb, 3 qalıb. İndi 3 burada da varsa, demək 2'dir 3. 2 bərabərdir 3'ə. P bərabərdir. Bir də 12. Sonra o birində
3 yazıldı, 2 yazıldı, 1 yazıldı, 6 yazıldı, 18 yazıldı, 9 qalıb. K da bərabərdir, demək 9-a. Bunların da 3-ün cəmi, 3-ün son gəldi 15, 3-dən 9 gəldi 24. Vəssalam. Beləliklə 3-cü mövzularında izahını verdik. Videonu bəyənib fikirlərinizi bizimlə bölüşməyi unutmayın.